Salam, hörmətli izləyicilər. Mən Ülviyə Əliyeva, Hüseyn Əliyev 035 YouTube kanalıma xoş gəlmisiniz. 8 Mart'a özel olaraq meyvəli, çox dadlı bir piroq bişirirəm. Bunun üçün mənə lazım olan ərzaqları sizlərə təqdim edirəm. Buyurun, videomu sona qədər izləyin. Kanalıma abunə olmağı unutmayın. Bəyənin, paylaşın. Öncədən hər kəsə təşəkkür edirəm. Hazırladığım, bişirdiyim piroq üçün mənə lazım olan ərzaqlar: 4 yumurta, 2 stəkan pesoq, 2 xörək qaşığı xama, 200 qram kərə yağı ərdilmiş, 2 paçka valin, 1 paçka qabartma tozu, bir dənə banan, un, çiyələk cemi istifadə edeceğim. Bir de kakos kırıntılarından istifadə edeceğim. Sonunda dekor üçün. Videomu izləyin, hörmətli izləyicilər. Gördüğünüz kimi piroqumuzun xəmirini hazırlayıram. İzləyin videomu. Necə gözəl bir dadlı piroq olacaq. Yağı yavaş-yavaş əlavə edib mikserlə qarışdırırıq yaxşı-yaxşı. Onu da qeyd edim ki, sobamızı 170-180 dərəcə qızışdırırıq. Baxın, 2 paçka vanili əlavə edib birazca mikserlə çalıram, qarışdırıram və sonra isə əl mikserlə qarışdıracağım. Qabartma tozu əlavə edəcəm, un əlavə edəcəm. Baxın, birazca mikserlə qarışdırıram. Qabartma tozu əlavə etdim. İndi isə əl mikserlə qarışdırıram. Xəmirimiz artıq gördüyünüz kimi hazırdır. Yavaş-yavaş soba listinə əlavə edəcəm. Üzr istəyirəm, soba listinə yox, tort listində bişirəcəm piroqumuzu. Ayrıca xəmirdən ayırıb kakao qatmışam. Hazırladığım piroqu 8 formasında hazırlayıram. Bunun üçün gördüğünüz kimi 2 şüşə qabdan, bu şüşə qablar qapaqları limon qabının qapaqlarıdır. Soba listinə qoymuşam. Soba listini də yağlamaq lazımdır xəmir əlavə etmədən öncə. Baxın, doğradığım bananları, 1 ədəd banan lazımdır. Bananları xəmirin üzərinə yığıb, yenə üzərinə xəmirini əlavə edirik. Həmçinin kakaolu xəmiri də əlavə edəcəm. Sonra soba listinə yerləşdirib bişirmək lazımdır. Bişənə yaxın, tam bişənə yaxın sobadan götürüb üzərinə çiyələkli cəmi əlavə edib 2-3 dəqiqə bişiririk ki, cəm özünə hopsun, daha dadlı alınsın deyə. İzləyin videomu sona qədər, görəcəksiniz hər şeyi. Baxın, artıq piroqumuz hazırdır, sobaya yerləşdirmişəm. Bəh-bəh, gördüyünüz kimi piroqumuz qəşəngcə köpüb, əllərimə sağlıq. Maşallah. Artıq götürmüşəm, indi üzərinə cəm çəkəcəm. Çiyələk cəmi çəkirəm üzərinə indi. Buyurun, siz də göstərdiyim qayda ilə hazırlayın. Öncədən nuş olsun deyirəm hər kəsə, hazırlayan hər kəsə. Məni izləyirsiniz, təşəkkür edirəm. Videolarımı bəyənin. Bir daha xahiş edirəm. Beləcə çiyələk cəmimizi də piroqumuzun üzərinə yayırıq. Və sonda sobaya qoyub 3, 2,
2-3 və yaxud 4 dəqiqə, çox olmaz, qoyuruq ki, baxın artıq mən hazırladım. Sobaya yerləşdirəcəm. Bəh, bəh, bəh. Xəmirə baxın necə bişib, hörmətli izləyicilər. Əllərimə sağlıq. Həqiqətən çox gözəl, maşallah. İndi mən boş qaba əlavə edəcəm və dekor edəcəm üzərində, bəzək edəcəm. Maşallah, həqiqətən çox dadlı, ləzzətli bir piroq oldu. Gördüyünüz kimi kakos qırıntılarını, sarı və qırmızı kakos qırıntılarını, bir də xırda konfetlər var. Onlardan da əlavə etdim üzərinə. Bir də şokoladdan dekor etmişəm. Baxın, artıq piroqumuz hazırdır. İzləyin, sonda kesib sizə də göstərəcəm içərisi necə çıxır. Dadı da çox mükəmməldir həqiqətən. Budur artıq piroqumuzu kesirəm. Və budur artıq piroqumuzu kesirəm. Çox maraqlıdır necə çıxır. Buyurun, baxın. Bəh, bəh, bəh. Əllərimi sağlıq. Çox qəşəng alınıb. Ağ gördüyünüz isə ora banandır, kakaolu xəmiri və ağ xəmir. Nuş olsun, bu da mən sizlərə təqdim edirəm. Kanalıma abunə olmağı unutmayın. Qarşıda çox maraqlı videolar var. Teşekkür ederim hər kəsə. Nuş olsun. Göz haqqınızı halal edin.